DSNF yaradılanda hökumət rəsmiləri iddia edirlər ki, bir müddət sonra DSNF özünü maliyyələşdirməyə keçəcək, büdcədən dotasiya almayacaq. Bu barədə Natiq Cəfərli məlumat paylaşıb. O bildirib ki, bu il 2026-cı ildə qurum büdcədən 1 milyard 700 milyon dotasiya alacaq. Yəni DSNF özünü maliyyələşdirə bilmir və səhv qurulmuş sistem və demoqrafik pis dinamika onu gətirib çıxaracaq ki, növbəti illərdə qurum büdcədən daha çox dotasiya alacaq. DSNF-nin 2026-cı ildə büdcəsi proqnozlara görə 8 milyard 323 milyon manat olacaq. Bu il DSNF-nin xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu vəsaitin 8 milyard 146 milyon manatı əhaliyə ödənişlərə yönləndiriləcək. Qurumun əməliyyat cari xərcləri bu il 287 milyon manat olacaq ki, bura maddi texniki bazanın möhkəmlənməsi, icarə və s. xərclər daxildir. İndi məlumat yayılıb ki, DSNF Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialı üçün ofis sahəsini icarəyə götürmək istəyir. Bunun üçün 1 milyon 37 min manat dəyərində tender satın alma elan edib. Əgər illik müqavilə nəzərdə tutulubsa, bu aya 86.460 manat icarə haqqı edir. Belə də icarə haqqı olar. Dövlətin torpağı da var, binaları da. Ya torpaq təsis edib elə 2-3 ilin icarə haqqına bina tikə, ya da dövlətin balansında olan binanı təsis edə bilər ki, DSNF də 1 milyon manat qənaət etsin. Axı dotasiya ilə ayaqda qalan bir qurumdur. Bu dəyərdən niyə ofis icarəyə götürsün ki? Bəlkə burada başqa məqamlar var. Təqaüd yaşına çatmadan dünyadan köçən vətəndaşın haqqı yeyilir. Topladığı vəsait əsasən batır, amma icarəyə 1 milyon 37 min manat ödəməyə hazırdılar. Bu ədalətsizlikdir deyə Natiq Cəfərli statusunda paylaşım edib.